Herkese salam. Yeni kargo açılımımız var. Yenə yay parçalarıdır. Mən yay geyimlərini çox sevirəm. Hər zaman yay geyimlərinə çoxlu pul xərcləyirəm. Temuda hər şey ucuzdur deyə sərf eləyir hər dəfə almaq. Birinci olacaq bizdə sarafan, cins sarafan. Məncə cins sarafanlar fiquraya çox gözəl oturur. Parçadansa cinslər daha gözəl göstərir insanın siluetini. Uzunluğu çox yaxşıdır. Dizdən idi. Mənim boyum 1.72-dir. Məndə əla durdu. Biraz qalındı. Minusu odur. Yay üçün biraz qalın ola bilər. Amma sərin havalarda yaxşıdır. Bu bizim dəstimiz. Deməli üstü pencək, altı şalvar. Şalvarın uzunluğu ideal gəldi. Çünki mənim boyum yenə deyirəm hündürdür. Materialını çox bəyəndim. Duruşu əla. Qiyməti möhtəşəm. Bilirsiniz ki, bizim ölkədə belə şeylər çox bahadır. Növbəti bizdə jiletkadır. Yanı örtür. Yenə deyirəm, mənim boyuma görə, yenə deyirəm 72-dir boyum. Örtdür. Deməli, kim ki məndən balacadır boyda, dəqiq örtəcək. Növbəti donumuz. Çox qəşəng rəngi var idi, möhtəşəm idi. Amma arxası qalxırdı deyə, arxa hissəsi mən onu qaytarmalı olacaq. Növbəti çanta, həsir çanta, əsl yaylıq. Hələ mən bu zəncir detaylı çantalar üçün ürəyim gedir. Rəngi də əla idi. Səhv eləmirəmsə bunlar Zara model getməlidir. Qəşəng idi. Növbəti tapçıqa, onu hələ belə yəni həyata düşməyə almışam. Rahat bir şey istirdim ağ rəngdə. Yaxşıdır. Super deməzdim, normal. Və gözlədiyim ayaqqabı buydu. Ən çox buna görə sifariş vermişdim. Siz benim parıltısına baxın. Möhtəşəm. Hər şeylə ideal gedir. İstər şalvarla, istər donla. Super. Kargomuz bu qədər. Növbəti kargo